Aldığım avtomobili icarəyə vermək istəyirəm. Mənim hansı vergi öhdəliyim yaranır? Vergi məcəlləsinə əsasən nəqliyyat vasitəsinin icarəyə verilməsindən əldə edilən gəlir fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab edilir və ödəmə mənbəyində 14% dərəcə ilə vergiyə cəlb olunur. İcarədar fiziki şəxsdirsə və avtomobilini vergi ödəyicisi kimi uçotda olan şəxsə icarəyə verirsə, o zaman icarə haqqı veyoni olan şəxs, yəni icarəyə götürən tərəfindən ödənilir. Bu halda icarəyə götürən şəxs icarə haqqının 14%-ni vergi ödənişi kimi, yerdə qalan hissəsini isə icarə ödənişi kimi ödəyir. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarədar özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı, yenə veyön almalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14% dərəcə ilə vergi ödəməlidir. Bu zaman icarə müqaviləsində qeyd olunan məbləğdən 14% dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait isə icarəyə verən şəxsə ödənilməlidir. Bunu da qeyd edim ki, fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmə öhdəliyi yaranmır.